Elemmik testindən bağlayıcı bölməsinin 42-ci sualın izahı. Bağlayıcı ilə bağlı qurulan cədvəldə fikirlər doğru, yanlış, doğru, yanlış, doğru kimi sıralanmalıdır. Neçə məqamında bu qayda pozulubdur. Deməli, doğru, yanlış, doğru, yanlış və doğru. Bu formada sıralanmalıdır. Hansında məqam pozulubdur. Neçə məqamda bu qayda pozulubdur. Cümlə ortasına gələn belə ki bağlayıcısı hər iki tərəfdən vergüllə ayrılmalıdır. Bəli, bu doğru fikirdir. Yəni, belə ki cümlənin ortasına gələndə hər iki tərəfdən vergül qoyulur. Misal üçün, bu gün fürsət yoxdur. Belə ki, hamı dərsə gedib. Bunu belə ki, yəni hər iki tərəfdən vergül qoyulur. Bu doğrudur. Uyğunluq pozulmuşdur burada, çünki qarşısında doğru qeyd elədik. Yoxsa bağlayıcıdan sonra vergül qoyulmalıdır. Yoxsa bağlayıcısından deyil, sonra vergül qoyulmalıdır. Bu yanlışdır. Yoxsa bağlayıcısından əvvəl vergül qoyulur. Sən bunları marketin almısan, vergül, yoxsa oğurlamısan. Bu formada deyəndə sonradan, özündən sonra yox, özündən əvvəl vergül qoyulur. Yəni bu yanlışdır. Yanlışdır bu. Sonra nə də bağlayıcıları feilləri bir-birinə bağlayarkən deyil sözünü də əvəz edə bilər. Bəli, bu fikir doğrudur. Misal üçün, qaçan deyil, uçan deyil. Qaçan, uçan burada feil sayılır, yəni bu feil sayılır da. Deyil, feilləri də bir-birinə bağlayarkən deyil sözünü əvəz edə bilər. İndi qaçan deyil, uçan deyildi. Nə qaçandır, nə də uçandır. Bu formada əvəz elədik və əvəz edə bildik gördüyümüz kimi. Bu da doğru fikirdir. Sonra tabesizlik bağlayıcılarında yalnız birləşmə bağlayıcıların içərisində quruluca mürəkkəb olanı yoxdur. Yalnızca deyil, yalnızca birləşmə. Birləşmə və ilədir. Onların içində quruluşca mürəkkəb yoxdur. Digərlərində yəni quruluşca mürəkkəb var. Bəli, digərlərində quruluşca mürəkkəb var. Misal üçün, qarşılaşma bağlayıcılarında amma, ancaq, lakin, halbuki mürəkkəbdir, digərləri sadədir. Sonra inkar bağlayıcılarından nədə ki, mürəkkəbdir, nədə ki, mürəkkəbdir. Sonra iştirak bağlayıcıları həm də ki, mürəkkəbdir. Sonra bölüşdürmə bağlayıcıları və yaxud da mürəkkəbdir. Bir də aydınlaşma qalır orada. Aydınlaşmadan da yəni, məsələn, yənində yəni ki forması da var. Bu baxımdan yəni ki mürəkkəbdir. Yalnızca burada birləşdirmə bağlayıcısının bağlayıcıların içərisində quruluca mürəkkəb olanı yoxdur. Deməli, doğru fikir. Çünki hər birində mürəkkəb var, bir dənə birləşdirmənin qarşısında içində, yəni birləşdirmələrdə quruluca mürəkkəb yoxdur. Doğru fikirdir, amma qarşısında yanlış yazıdır. Uyğunsuzluq istəyir bizdən, eləmi? Neçə məqamda bu qayda pozulubdur. Burada bu qayda pozuldu. Digərlərində pozulmamışdır. Deməli, B-də yanlış idi, A-da doğru idi, C-də doğru idi. E variantına baxaq. Tabeliş bağlayıcılarının bir növü olan aydınlaşma bağlayıcıları quruluca yalnızca sadədir. Bu da yanlış fikirdir. Tabeliş bağlayıcıları ki, belə kidir. Deyil, quruluca yalnızca sadədir. Ki, sadədir, amma belə ki, mürəkkəbdir. Bu da yanlış fikirdir. Burada da uyğunluq pozulur. Çünki qarşısında doğru qeyd olunubdur. Deməli, neçə dənəsi yanlışdır deyəndə 2 dənəsi yanlış götürürük. Cavabımız oldu B variantı.